Salam, bugün iş həyatının bəlkə də ən böyük problemlərindən birinə həsr olunmuş çox cəsarətli bir kitabdan danışacağıq. Robert Satının Axmaq olmama qaydası. Gəlin görək bu qayda nə deməkdir və bizim üçün niyə bu qədər vacibdir? Baxın, bu kitab çox sadə bir vəd verir. Mədəni bir iş yeri qurmağın və ya elə olmayan bir mühitdə sağ qalmağın yollarını göstərir. Bilirsiniz, kitabın milyonlarla insana çatmasının çox sadə bir səbəbi var. Demək olar ki, hamımızın tanıdığı o çətin insanlarla necə başa çıxacağımızı anlamağa kömək edir. Yəqin ki, bu sual çoxumuza tanış gəlir, elə deyilmi? Kitab məhz bu, demək olar ki, universal təcrübədən bəhs edir. Həmən o bir nəfərdən, bütün komandanın enerjisini soran, yaradıcılığı məhv edən və işə getməyi əsl işgəncəyə çevirən o insandan. Yaxşı, bəs biz axmaq deyəndə əslində kimi nəzərdə tuturuq? Bu sözü gündəlik həyatda çox işlədirik, amma kitab bu davranışa çox aydın, konkret və praktik bir tərif verir. Baxın, buradakı əsas söz davamlıdır. Söhbət sadəcə bir dəfə pis gün keçirən birindən getmir, yox. Söhbət sistematik şəkildə, davamlı olaraq başqalarını alçaldan, onların enerjisini tükədən və özlərini dəyərsiz hiss etdirən bir davranış modelindən gedir. Və kitab burada çox vacib bir fərqi ortaya qoyur. Hamımız hərdən pis bir gün keçirib, müvəqqəti axmaq kimi davrana bilərik. Bu normaldır. Amma sertifikatlı olanlar üçün bu bir istisna deyil, qaydadır. Onlar üçün bu davranış artıq bir həyat tərzinə çevrilib. Yaxşı, bəs bu davranışlar özünü necə göstərir? Satın bunu çirkli onluq adlandırdığı bir siyahıda çox gözəl cəmləyib. Bilirsiniz, şəxsi təhqirlər, güya zarafat adı altında deyilən lağlaq sözlər, insanların sözünü kobud şəkildə kəsmək, bütün bu taktikaların arxasında duran tək bir məqsəd var, qarşı tərəfi dəyərsiz və gücsüz hiss etdirmək. Yaxşı, bütün bu tərifləri və nümunələri bildik. İndi isə gəlin real həyatda bu davranışı necə müəyyən edə biləcəyimizə baxaq. Kitab bunun üçün olduqca sadə, 2 hissəli bir test təklif edir. Test həqiqətən də çox sadədir. Birincisi, bu insanla danışandan sonra özünüzü necə hiss edirsiniz? Daha alçalmış, enerjisiz, yoxsa sadəcə pis? Bu birinci sual. İkincisi isə bəlkə də ən vacibidir. Bu insan öz zəhərini, tənqidini özündən daha güclülərə, yoxsa daha zəiflərə yönəldir. Bax, bu 2 sual sizin subyektiv hisslərinizi obyektiv bir reallığa çevirir. Və bu sitat məncə hər şeyi mükəmməl şəkildə ifadə edir. Bir insanın əsl xarakteri müdirinə necə yaltaqlanmasında yox, ofisdəki xadiməyə, ofisianta necə davrandığında ortaya çıxır. Məsələn, Richard Branson'ın bu hekayəsinə baxaq. O, gizlicə yaşlı bir sürücü qılığına girib insanları sınaqdan keçirir və əhəmiyyətsiz saydıqları o sürücüyə pis davrananları heç düşünmədən işdən çıxarır. Bax, bu, güc testinin real həyatda necə işlədiyinə mükəmməl bir nümunədir. Bəs niyə bütün bunlar bu qədər vacibdir? Yəni, bir nəfər pis davranırsa nə olar ki? Məsələ ondadır ki, vurulan zərər sadəcə bir neçə insanın hisslərini incitməkdən qat-qat dərindir. Burada söhbət bütün şirkətə yayılan real, hətta maddi olaraq ölçülə bilən xərclərdən gedir. Gəlin bir anlıq özümüzü bu davranışın birbaşa hədəfinin yerinə qoyaq. Nəticələr həqiqətən də ağırdır. Daimi stres, tükənmişlik, özünə inamın itməsi. Axırda insanlar ya psixoloji olaraq çökürlər, ya da sadəcə olaraq başqa iş axtarmağa məcbur qalırlar. İşin psixoloji tərəfi isə açığı daha da təəccüblüdür. Araşdırmalar göstərir ki, beynimiz mənfi təcrübələrə daha çox diqqət yetirir. Bir neqativ hadisənin təsirini neytrallaşdırmaq üçün bizə 5 pozitiv hadisə lazımdır. Yəni 1-ə 5. Bu, zəhərli davranışın niyə bu qədər dağıdıcı olduğunun elmi izahıdır. Və bu zəhər, təəssüf ki, təkcə hədəfi ilə məhdudlaşmır. Eyni ilə təmiz suya düşən bir damla mürəkkəb kimidir, bütün mühitə yayılır. Bu davranışa şahid olan digər işçilər qorxu və stres içində işləyir. Komanda ruhu ölür və bütün iş yerinin mədəniyyəti zəhərlənir. Yaxşı, bütün bu dağıdıcı təsirləri gördük. Bəs çıxış yolu nədir? Nə etməli? Kitabın təklifi əslində təəccüblü dərəcədə sadədir, amma tətbiq olunanda inanılmaz dərəcədə güclü bir qaydaya əsaslanır. Qaydanın özü əslində çox məntiqli 3 mərhələli bir prosesdir. Birincisi, bu cür insanları işə götürməyin, yəni onları süzgəcdən keçirin. İkincisi, əgər artıq sistemdədilərsə, onları islah etməyə, dəyişdirməyə çalışın və əgər bu da işə yaramırsa, onları sistemdən uzaqlaşdırın. Çox sadə, nəzakət bir seçim deyil, bir tələb olmalıdır. Amma burada
çox vacib bir məqam var. Gəlin bunu aydınlaşdıraq. Bu qayda mübahisələri və ya fərqli fikirləri qadağan etmək demək deyil. Əksinə, sağlam mübahisə əladır. Məqsəd mübarizəni insanların şəxsiyyətləri arasında deyil, ideyalar arasında saxlamaqdır. Beləliklə, bütün bu müzakirələrdən sonra gəlib çıxacağımız ən fundamental, ən dərin mesaj nədir? Hər şey sonda bir nöqtədə birləşir, xarakterin əsl sınağında. Bəli, sonda hər şey yenə də gəlib bu nöqtəyə dayanır. Bir insanın gücsüzlərə necə davrandığı onun əslində kim olduğunu göstərir. Axmaq olmamaq qaydası sadəcə bir davranış kodeksi deyil. Bu, bir şirkətin öz xarakterini və dəyərlərini qorumaq üçün qurduğu bir müdafiə mexanizmidir. Və yekun olaraq, gəlin bir anlıq dayanıb düşünək. Əgər sizin iş yerinizdə bu çox sadə qayda tətbiq edilsəydi, nələr dəyişərdi? Komandanız daha məhsuldar, daha kreativ və bəlkə də ən əsası, daha xoşbəxt bir yer olmazdımı?